qarşı ittihamlar irəli sürülməsindən sonra bu hadisələr baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin Bunu deyirsən, bu sistemin ifşası ilə deyir adımı sənə qoyub, səni yana qoyub. Ay qəhbə sevinç. Ay sevinç, ay ağzından hamilə qalan. Heç belə demirdim, necə vadar elirsən bunları deməyə. Ay ağzından hamilə qalan soska, sevinç zırıq qızı. Nə kim tərəfindən maliyə olunur? Əli Həsənov tərəfindən. Bir buna qulaq asaq təzdən. Baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə Təzdən. Blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcıllıq necə olacaq? Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı da bir ajantaj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır, işlərinlə əlaqədar. Baxın dostlar, deməli Əli Həsənovu görürsünüz də, bu kimdir? Bu kimdir? Bu baldızını qayıran müxalif fikirli Rauf Oğraşın oğludur. Bu da bığına soxduğum arvadı qəhbə alkoqolik Əli Həsənovdur. Aydındır? Və bunlar neynirlər? Görüşürlər, Əli Həsənovla yan-yanadır. Qəhbə sevinç zırıq qızı da deyir ki, blogerlərə Əli Həsənov maliyyə göstəribdi. Olam, bir dənə şəkil qoyunda Əli Həsənovla, bir dənə nə bilim çek, Western Union'dan pul göndərmə əməliyyatını göstərin ki, Əli Həsənov Elşada, Qabilə pul qoyubdu da. Ay qəhbələr, bəstürün də. Sonra deyirsiniz, söyüşdən kayıf tutursunuz. Söyüş olanda İlham Əliyevin gözündə uzalırsınız. Neyniyə sizi tərifləməyə başlayayım mən? Deyim Allah Rauf Arifoğlu'ndan razı olsun. Ne diyeyim, daha başlayayım tərifləməyə ki, Sevinç Telman qızından yoxdur, o yek jurnalisti. Nedir Sevinç? Ağzıva verməsəm akşam rahat yata bilmirsən. Rauf, arvadımın qızımın dilinin üstünə hər gün çiləməsəm, akşam rahat yata bilmirsiniz. Qəhbənin balaları. İndi bir də buna baxın hələ. Bir də hələ tema var burada. Buna bax. Yəni bunu söndürüm. Bu da